Elmir bəy, hansı əsas davranışlar uşaqda psixoloji problemlərin olduğundan xəbər verir? Əslində biz uşaqda psixoloji problemlər deyəndə bunu daha çox təzahür olunan problemlər kimi başa düşməliyik. Yəni birbaşa uşağın psixoloji problemləri var desək, biz bu dəfə uşağa yönəlirik. Əsas kök səbəbi aradan qaldırmış oluruq və ya nəzərə almamış oluruq. Ona görə uşaqda bizim müşahidə etdiyimiz psixoloji problemlər əslində kök problemlər deyil. Bunlar sadəcə olaraq təzahür olunan problemlərdir. Yəni nələrinsə çox güman ki, münasibətlər sisteminin sadəcə olaraq sosial həyata əks olunmasıdır. Oradakı bir inikasıdır. Təbii ki, burada müxtəlif davranış pozuntuları var, deviant davranışlar var. Deviant davranışlar, yəni normadan kənar davranışlar, əsasən cəmiyyət normalarına zidd olan davranışlar, oğurluq, evdən qaçma halları, intihar, başqasına zərər yetirmə və sair davranışlar. Ancaq bu davranışların korreksiyası uşaqda getməməlidir. Çünki bunun münasibətlər sistemində problem var ki, o yenidən onu bizə qaytarır. Elmir bəy, tənha və özünü sevilməyən hiss edən bir uşaqda hansı davranış dəyişiklikləri yaranır? Müasir dövrdə uşaqlarla münasibətdən danışılarkən uşağa sevgi vermə məsələsindən çox danışılır. Ancaq əslində burada nədən danışıldığı tam olaraq aydın deyil. Uşağa sevgi vermək nə deməkdir? Bu sevginin özü nədir və bu uşağa necə verilir və ya kim tərəfindən verilir? Yəni bunu vermək məcburiyyətində olan insanın özündə nə qədər o sevgi var ki, bunu uşağa da verəcək. Bunlar tamamilə belə mücərrəd anlayışlar olduğuna görə sadəcə danışılır və keçilir. Valideyn də özünü günahkar hiss edir ki, mən bu uşağa sevgi verməmişəm. Amma bundan o tərəfə gedə bilmir. Yəni fikirləşmir ki, mən nə versəm buna sevgi deyilir. Məncə uşaqlarla münasibətdə bu sevgi vermə məsələsini bir müddət bir kənara qoyub, uşaqlara anlayışla yanaşmağı daha ön plana çıxartmalıyıq. Yəni uşaqların əlbəttə sevilməyə də ehtiyacları var, qayğıya da ehtiyacları var. Bir çox bu cür duyğuları yaşamaqlarına və ya bu münasibətləri görmələrinə, xoş rəftara ehtiyacları var. Bunların hamısının bəlkə də fövqündə dayanan şey onların özlərini anlaşılmış, başa düşülmüş hiss etmələridir. Bunun üçün də uşağı çox dinləmək lazımdır. Bizim tərbiyə metodumuz dinləmə üzərində yox, danışmaq üzərində qurulub. Bizim tərbiyə metodumuz müşahidə etmə üzərində yox, daha çox diktə etmə üzərində qurulub. Belə olan halda biz uşağı anlamaq yerinə ona nəyisə yeritməyə çalışırıq. Nələri yeridirik? Öz doğrularımızı. Əlbəttə bu dediklərimizin içərisində doğrular da var. Düzgün olan davranış formaları var. Amma uşaq qulaq asdığını, dinlədiyini götürmür. O daha çox gördüyünü, müşahidə etdiyini, daha çox içində olduğu atmosferin duyğusunu mənimsəməyə meyilli olur. Ona görə də nə qədər danışırıq danışaq, 100 dəfə deyirəm xeyri yoxdur, artıq bizim dilimizdə zərbi məsələ çevrilir. Çünki bizə kim demişdi, bunu 100 dəfə deyəndə xeyri olacaq? Əslində 2 dəfə deyirsən, görsən xeyri yoxdur, da bunu demə də başqa yol axtar. Yəni bir məqsədə çatmaq üçün istifadə etdiyin yol işləmirsə, ağıllı insan başqa yol axtarıb tapar. Sadəcə bizdə başqa yollar olmadığına görə biz eyni yolu uğursuzluğa düçar olsaq da dəfələrlə təkrar edirik. Sonra da bu təkrarlardan özümüzə bir müdafiə mexanizmi düzəldirik. Mən əlimdən gələni elədim oldu. Bəli, siz əlinizdən gələni etmiş ola bilərsiniz. Amma hər şey və ya bütün çarələr yalnız sizin əlinizdən gələnlərdən ibarət deyil. Başqa metodlarda sınamaq lazımdır ki, o məqsədə çatma uğrunda ağıllı bir addım atmış olaq. Ona görə də tənha uşaq, sevilməyən uşaq, bunlarda hər bir uşağın orqanizminə görə, sinir sisteminə görə, temperament tipi, xarakter xüsusiyyətlərinə əsasən müxtəlif formada təzahürlər biz müşahidə edirik. Bu artıq dediyim kimi baxır o uşağın fərdi psixoloji xüsusiyyətlərinə. Hər bir uşaqda bu fərqli şəkildə təzahür edir, amma burası mütləqdir ki, heç də yaxşı xüsusiyyətlər təzahür etmir. Elmir bəy, ailədən sevgi görməmək uşağa necə təsir edir? Uşaq üçün birinci ehtiyacı olan duyğu sevgi deyil, güvən duyğusudur. Etibar duyğusudur. Yəni o birlikdə yaşadığı, hətta belə demək mümkünsə, möhtac olduğu, deyək ki, hansısa bütün ehtiyaclarını
əsas təbii ehtiyaclarını qarşılamaq üçün ehtiyac duyduğu hər şeyini qarşılamaq məcburiyyətində olduğu o insanlar, o birlikdə yaşadığı insanlara güvən duymaq istəyir. Yəni belə düşünün, biz başqa bir planetə düşsək, tanımırıq, heç aranı tanımırıq, heç nə bilmirik. Bizim birinci ehtiyacımız sevgi olar, yəni görəsən burada məni kimsə sevir, yoxsa güvən olar, təhlükəsizlik olar. Yəni güvən duyğusu tam olaraq təmin edilməyibsə, burada sevgidən söhbət getmir. Ona görə də ən birinci bizim uşağa verməli olduğumuz duyğu, ona hiss etdirməli olduğumuz hissə güvəndir. Güvən o qədər amma geniş bir anlayışdır ki, burada söhbət sadəcə fiziki təhlükəsizlikdən getmir. Burada söhbət əsasən psixoloji təhlükəsizlikdən gedir. Mən bilirəm ki, heç bir formada mən təhlükədə deyiləm. Nələrim təhlükədə deyil? Düşüncəm təhlükədə deyil. Duyğum təhlükədə deyil. Həyata baxışım təhlükədə deyil. Müəyyən bir yaşdan sonra özümə məxsus fikirlərim ola bilər. Hansısa bir yerdən lap götürdüyüm fikirlər ola bilər. Hətta yanlış olan fikirlər ola bilər. Hətta zərərli fikirlər ola bilər. Bunların heç birisi təhlükədə deyil. Bax, biz bunları dinləmədən müdaxilə edəndə uşaq o fikirlərdən vaz keçmir. Uşaq gedir, onu o fikirlərini dinləyən adamları tapır, hətta sonra yanlış olaraq o fikirlərini həyata keçirməyə daha böyük ehtimal olur. Yəni biz bilmədən, istəmədən də olsa, əslində öz əlimizlə öz uşağımızı bir təhlükəyə göndəririk. Hansı ki, o bütün bu düşüncələrini, duyğularını bizlə paylaşsa, bəlkə bu mövzuda biz birlikdə daha gözəl bir yol gedə bilərik. Burada da söhbət o saat ağıl verməkdən getmir. O saat hansısa bir fikrin yanlış fikir olduğundan ya da onu təlqin etməkdən getmir. Burada söhbət sadəcə onu dinləməkdən və səviyyəli bir şəkildə fikir mübadiləsi aparmaqdan gedir. Psixoloji problemi olan uşaqlarla normal uşaqların eyni məktəbdə təhsil alması nə dərəcədə doğrudur? Mən qeyd etdim ki, hər hansı bir uşağı psixoloji problemi var deyə damğalamaq və daha sonra bu uşağı müxtəlif reabilitasiya proseslərinə cəlb etmək işin ən asanıdır və təəssüf ki, buna səbəb olan insanlar bunu etməyə çalışaraq məsuliyyətdən yaxa qurtardıqlarını düşünürlər. Əslində bir mənada da yaxa qurtarırlar. Məsələn, valideyn deyir ki, mənim uşağımda psixoloji problem var. Sanki bu valideynin özündə psixoloji problem yoxmuş kimi və öz problemini də ona köçürür. Nə var, nə yox, hamısını qoyur uşağın boynuna və uşağı müalicə elətdirməyə aparır. Və yaxud da hamı onun üstünə düşür ki, sən bu uşağı müalicə elətdir. Hansı ki, ondakı problem yansıyan problemdir, təzahür olunan, inikas olunan, əks olunan problemdir. Uşaqdakı bütün davranışlar güzgü effektidir. Uşaq valideynin güzgüsüdür, ailənin güzgüsüdür. Bu elə-belə deyilməyib. Əgər biz güzgüyə baxıb üzümüzdə bir ləkə görürüksə, güzgünü təmirə aparmağa ehtiyac yoxdur. Ləkə bizim üzümüzdədir. O bizim üzümüzdəki ləkəni göstərir. Biz gedəcəyik müalicəyə. Yəni buna ehtiyac varsa. Ona görə də uşaqlarda psixoloji problem hissəsi yarımçıq işlədilmiş bir hissədir. Bunun kökü var. Kökünə baxmadan uşaqları bu şəkildə damğalamamalıyıq. O ki qaldı özündə müəyyən psixoloji problem təzahür edən uşaqlarla, belə deyək də, psixoloji problemi olmayan ya da ümumiyyətlə cəmiyyət normalarına tabe olan uşaqların birlikdə təhsil almasına bu doğrudur. Ona görə ki, bu zaman o uşaqlar həm ailələri əgər reabilitasiyaya cəlb olunarlarsa, uşaqlara olan rəftarlarını dəyişərlərsə, münasibətlər sistemində dəyişikliklər baş verərsə, bir tərəfdən də onların digər uşaqlardan görüb götürəcəkləri, çünki uşaqlar ən çox yaşıdlarından nümunə götürürlər, xoş davranışlar, düzgün davranışlar daha da yaxşı effekt verə bilər. Amma biz əgər bir hissəni ayırsaq və bunların adına desək ki, misal indi elmdə deyildiyi kimi çətin tərbiyə olunan uşaqlar, biz elə başdan bu damğanı qoyduq. Yəni bu uşaqlar çətin tərbiyə olunur. Hansı ki, bu bizim yaşadığımız çətinlikdir. Heç bir uşaq çətin tərbiyə olunmur. Heç bir uşaq aqressiya ilə doğulmur. Heç bir uşaq problemli bir şəkildə dünyaya gəlmir. Xüsusi diaqnostik məsələlər yoxdursa. Davranış problemi ilə dünyaya gələn uşaq olmur. Bu daha sonralar onun yiyələndiyi, üzərinə geyindiyi bir paltar kimidir. Yoxsa anadan olanda o elə deyildi.
nəsə oldu, nələrsə yaşadı, biz ona nələrsə elədik ya da göstərdik və o bu şəklə gəldi. O demək deyil ki, indi bunu cəmiyyətdən təcrid edib biz dırnaq içində deyirəm, onu onun kimi insanlarla yanaşı qoyacaq və bu dəfə o kimdən nə öyrənəcək? Onlar bir-birlərindən yalnız mənfi davranışlar götürə bilərlər. Bu da düzgün deyil. Ona görə həm belə deyək, cəmiyyət normalarını öyrənmiş uşaqların o uşaqlarla ünsiyyət qurmasına ehtiyac var. Çünki cəmiyyətdə belə insanlar da var. Digər tərəfdən o cəmiyyət normasını düzgün mənimsəməmiş və ya eləməyən o uşaqların əslində cəmiyyət normalarını mənimsəmiş uşaqlarla da ünsiyyət qurmalarına ehtiyac var ki, onlardan uyğun nümunələri götürə bilsinlər. Elmir bəy, PUBG və Minecraft kimi döyüş oyunları uşaqların davranışına necə təsir edə bilər? Ümumiyyətlə sadəcə iki oyun deyil, bir çox texnoloji vasitədə olan məsələlər uşaqların tərbiyəsinə, münasibətlər sisteminə, cəmiyyətdə özlərini aparmalarına, sosial münasibətlərinə, insanlarla rəftarlarına, hətta həm özləri ilə, həm başqa insanlarla, həm heyvanlarla olan münasibətlərinə ciddi dərəcədə təsir göstərir. Məsələ burasındadır ki, indi belə deyək, yazılan və insanlara təqdim edilən oyunlarda diqqət etsəz görərsiniz ki, bu oyunların sonu gəlmir. Məsələn, o vaxtda oyunlar var idi. Orada biz oyunu bitirirdik. Oyunu bağlamaq deyə bir şey var idi. Və onu sən bir 2-3 dəfə bağlayandan sonra artıq o oyunu sənin üçün marağı itirdi. Yəni da eyni şey olacaq da, bilirsən nə olacaq. İndi boşluqdan gəlib yenə oynayırdıq, amma bilirdik ki, çox da maraqlı deyil. Çox maraqlı olmayınca biz onunla çox vaxt keçirməyə meylli olmurduq. İndi isə oyunlar nəinki bitmir. Hətta marağı artdıqca artır. Hətta bir müddət sonra artıq səndən orada pul xərcləyib nələrsə almağın, nə bilim, nələrlənsə təchiz olunmağın falan bunlar tələb olunur və getdikcə marağını artırır deyə uşaq oradan nəinki qopa bilmir, uşaq ona getdikcə sarılır və burada ciddi bir asılılıq meydana gəlir. Həm oyunların özlərinin uşaqlara verdiyi mesaj. Mən tövsiyə edərdim ki, həm valideynlər, həm müəllimlər, həm pedaqoqlar, həm psixoloqlar, böyüklər bir dənə yığışsınlar, baxsınlar uşağın oynadığı hər hansı bir oyuna və burada belə bir suala cavab axtaraq biz ki, bu oyunla bu uşaq nə öyrənəcək? Əslində hər şey aydın olur. Adam öldürürsə, öldürməyi öyrənir. Burada mərhəmətdən söhbət getmir. O bir neçə nəfəri öldürür. Bu eyni şey filmlərə aiddir, seriallara aiddir. Birdən qalxır yerindən, gedir bir neçə nəfəri öldürür, hansısa bir məqsədinə nail olmaq üçün. O ölən adamların ailəsi, uşağı, o da fərq yoxdur da hardaydı. Burada mərhəmət hissi nə oldu? Uşaq onu hiss eləyə bilmədi ki, ona vaxtı olmadı. O yalnız şiddəti təcrübə etdi. Çünki uşaq bu oyunları oynayarkən artıq o rəqəmsal dünyanın içərisinə daxil olur. Real dünyadan qopur. Hətta bunu yoxlamaq üçün uşağı çağırın, yemək yeməyə gəlmək istəmir. Hər hansı bir ehtiyacını, məsələn, ayaq yolu ehtiyacını belə unudur. Çağırırsan eşitməyə bilir. Çünki niyə? O real dünyadan qopub tamamilə o rəqəmsal dünyanın içərisinə girib. Orada özünə bir dünya qurub və o dünyada yaşayır. Hətta real dünyada etdikləri hərəkətlərdə belə bir növ onun simulyasiyasını yaşayır. Bu dərəcədə asılı olan uşaqlar var. Amma təəssüf ki, biz bu mövzuda ayılmırıq. Mən hər zaman deyirəm, bizim övladımız hansısa bir narkotik vasitədən asılı olduğunu biləriksə, dünya bizim başımıza yıxılar. Biz bunun üçün çarələr fikirləşərik. Biz bunun üçün bütün işimizi, gücümüzü atıb yalnız bununla məşğul olarıq. Amma eyni biz telefonu özümüz veririk. Bu oyunlara özümüz yönəldirik. Bu o deməkdir ki, biz hələ bu oyun asılılığının, texnoloji asılılığın dəhşətini qavraya bilməmişik. Məncə əvvəlcə biz özümüz qavramalıyıq. Ondan sonra rahatlıqla biz uşaqlarımıza da bununla bağlı bir çarə fikirləşə biləcəyik. Amma hal-hazırda biz bunun dəhşətinin fərqində deyilik. Bəli, bu uşağı cəlb eləyir, çünki orada o oyunu çıxaranlar, o oyunu tirajlayanlar uşaq psixologiyasına, insan psixologiyasına çox yaxından bələd olan, bunu çox yaxşı bilən və onlara bu və ya digər formada necə təsir etməyin lazım olduğunu və ya mümkün olduğunu bilən insanlardır.
Sadəcə biz bu tələyə düşməməliyik. Elmir bəy, sosial şəbəkələrdə zorakılıq və cinsi məzmunlu reklam və videoların çıxması uşağın psixologiyasına necə təsir edə bilər? Ümumiyyətlə belə bir şey deyim də, valideynlər sanki bunu deyirlər. Uşağı mən dünyaya gətirdim, buyur televizor sən tərbiyə elə. Buyur telefon sən tərbiyə elə. Və hələ indiki dövrdə buyur sosial media sən tərbiyə elə. Sosial mediadan istifadə yaşı olduqca aşağı düşüb, dəhşətli dərəcədə aşağı düşüb. Ona görə də əlbəttə ki, sosial medianın yalnız bir vasitədə yox, hər vasitədə uşaqlara ciddi təsir göstərdiyini görürük. Bu gün mən görüşdüyüm uşaqlarla söhbət edirəm və baxıram ki, bunlar elə məsələlərlə bağlı elə informasiyalara malikdirlər ki, bu yaşda bu informasiya çox böyük yükdür. Buna ehtiyac yoxdur. O çox ağır yüklərlə yaşayır. Niyə? Çünki vaxtından tez bu məlumatları əldə edib. Amma indi o məlumatlarla onun həyat tərzi üst-üstə düşməyəndə bu ya aqressivlik ya da depressivlik şəklində özünü göstərir. Şübhəsiz ki, uşağın izlədiyi hər bir şey, izlədiyi vaxt çox önəmlidir. Yəni səhər yuxudan oyananda, axşam yatmadan əvvəl bu zamanlar çox önəmlidir. Bu zamanlar verilən bütün informasiyalar şüur altına getdiyinə görə vaxt da önəmlidir. Bir də uşağın izlədiyi oyunlar, filmlər, seriallar və ya sosial şəbəkədə hər hansı bir məzmun. Elmir bəy, Türkiyədə məktəbdə insident törədən uşağın atası polis rəisi olub. Bir müddət əvvəl Azərbaycanda oxşar cinayət törədən uşağın atası əvvəllər yüksək vəzifədə işləyib. Necə hesab edirsiniz? Valideynin peşəsinin uşağın davranışına təsiri var? Valideynin peşəsinin yox, valideynin davranışının, daha doğrusu valideynin kimliyinin, valideynin necə bir insan olduğunun uşağın davranışına çox böyük təsiri var. Belə ki, diqqət edin, deyək ki, uşaq əlaçıdır, dərslərini yaxşı oxuyur, amma hər hansı bir hadisə törədir. Uşağın valideynləri neçə universitet bitiriblər, amma uşaq hansısa hadisədir. Bu bizə onu göstərir ki, yalnız tədris almaqla tərbiyəni bir-birinə qarışdırmamaq lazımdır. Tədrisdə mühüm tərbiyəvi amillər ola bilər, amma tədris tək başına insanı tərbiyə etməyə kifayət deyil. Baxın, Türkiyədə hadisə törədən uşağın atası polis rəisidir və onun peşəsinin və ya yaşadığı həyat tərzinin uşağın tərbiyəsinə təsirini bu şəkildə biz görə bilərik ki, ya da uşaqla davranışına təsirini biz bu şəkildə görə bilərik ki, o bütün tədbirlərini uşaqla bağlı olan rəftarlarını, münasibətlərini əslində peşəsindən öyrəndikləri üzərinə qurub. Məsələn, bütün tədbirlər polis tədbirləridir, güc strukturlarının tədbirləridir. Bizdə də tutaq ki, bir hadisə baş verir hər hansı bir məktəbdə. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Bir məktəbdə hər hansı bir hadisə baş verirsə, uşaq tərəfindən hər hansı bir hadisə törədilirsə, burada ən az günahkar olan hissə məktəbdir. Ən az məsuliyyət daşıyan hissə məktəbdir. Bir hadisənin bir yerdə törədilməsi o yeri günahkar etmir. O hadisəni törədən günahkardır. Və o hadisəni törədən adam o hadisəni necə törətmək lazım olduğunu məktəbdə öyrənmir. Ən çox kənar həyatda yaşadıklarında, o telefonda, nə bilim, tabletdə, izlədiklərində və sosial mühitində öyrənir. Sadəcə yer olaraq məktəbi seçir deyə, burada məktəb yeganə günahkar ola bilməz. Ondan sonra nə olur? Başlanır güc strukturları vari həll yollarına. Hər bir uşaq artıq potensial cinayətkar kimi görünməyə başlayır. Biz bəs uşağa belə yanaşarıqsa, onunla necə ünsiyyət qura bilərik ki? Ona görə də əlbəttə müəllimlər diqqətli olmalıdırlar. Xüsusilə müəyyən yaşlarda olan uşaqlarla, yeniyetmələrlə qurduqları ünsiyyətdə. Yəni bilməlidirlər ki, onların müəyyən bir dövrüdür və bu dövrdə bunlar xüsusi bəzi ifadələr var, bəzi münasibətlər var, bəzi rəftar şəkilləri var. Bunlar çox götürmürlər, yəni götürmək istəmirlər və bu dəfə onların hansı reaksiyanı verəcəyini, hansının hansı reaksiyanı verəcəyini heç kim əvvəlcədən müəyyənləşdirə bilməz, proqnozlaşdıra bilməz. Ona görə müəyyən qədər, kifayət qədər diqqətli olmaq lazımdır. Müəllim hər zaman səviyyəsini qorumalıdır. Valideyn hər zaman səviyyəsini qorumalıdır. Uşağa hirslənməklə, qışqırmaqla, vurmaqla, döyməklə, cəza verməklə, qorxutmaqla, bununla
tədbir olmaz, belə tədbir olmur. Baxın, Türkiyədə baş verən hadisədə gördüyümüz əsas məsələlərdən biri nə idi? Bəzi nüanslar var burayla bağlı. Gördüyünüz kimi 9 nəfərin həyatına son qoyandan sonra özünü də öldürür. Özünü öldürməsəydi belə, bu uşağın yenə də valideyni cinayət məsuliyyətinə cəlb olması idi. Sual olmur. Nəyə görə uşağın valideyni cinayət məsuliyyətinə cəlb olundu? Madam bütün problemlər uşaqdadırsa, niyə valideyni cinayət məsuliyyətinə cəlb olundu? Bax, bu onu göstərir ki, bəli, uşağın hərəkətləri valideynindən məsuliyyəti tələb eləyirlər ki, sən neynəmsən ki, bu uşaq gəlib burada bunu eləyib. Və bu, hüquqi cəhətdən belə olduğu kimi, psixoloji cəhətdən də belədir. Başqa bir məsələ, məlum olur ki, bunun atası cinayətdən bir neçə gün əvvəl bunun silaha olan marağını görüb və onu poligona aparıb. O öz aləmində düşünüb ki, uşağın silaha olan marağını bir qədər azaldım və ya aradan qaldırım. Sual olunur. Bu valideyn hardan bilir ki, bir insan maraq duyduğu hər hansı bir əşya ilə nə qədər çox vaxt keçirərsə, ya da müəyyən bir nəzarət daxilində vaxt keçirəndən sonra ona olan marağını itirir. Bu psixoloji məlumat, yəni daha çox psixologiya elminə aid olan bu məlumat, bu polisdə hardandır? Necə ki, bu məlumatın doğru olmadığı, bunun yanlış bir bilik olduğu ortaya çıxdı. Bəs yaxşı, bu valideyn nə etməyə çalışırdı? Bu valideyn elə bilir ki, bu valideyn deyil. Demək olar ki, bütün valideynlər elə bilirlər ki, valideyn olanda onlara uşağı tərbiyə etməklə bağlı xüsusi biliklər ilham formasında göndərilir. Bu belə deyil. Bilirsiniz, ən böyük problem nədir? Bilmədiyin işlə məşğul olmaq. Münasibət öyrənmirik, münasibət qururuq. Ailə bilmirik nədir, ailə qururuq. Sonra da uşaq tərbiyəsi bilmirik nə, uşaq tərbiyə edirik. Belə ola bilməz. Burada biz mütləq səhv eləyəcəyik. Çünki biz bilmədiyimiz, xüsusi olaraq öyrənmədiyimiz, maariflənmədiyimiz mövzularda əlimizdə qalan yeganə mənbə şüuraltıdır. Və biz bu dəfə şüuraltı ilə hərəkət edirik. Nə deməkdir şüuraltı ilə hərəkət etmək? Fərqində olmadan hərəkət etmək demək. Bu o deməkdir ki, biz fərqində olmadan bəzi hərəkətlərimizi təkrarlayırıq və bundan uğurlu nəticə gözləyirik. Bu mümkün ola bilməz. Elmir bəy, Türkiyədə cinayət törədən uşaq WhatsApp profilində ABŞ-da oxşar hadisəni törədən Elliot Rodgerin şəklini paylaşıb. Uşaqlar niyə bəzən müsbət yox, mənfi nümunələr seçirlər? Uşaq həmişə valideynini nümunə götürmür. Bəzən valideynlər deyirlər ki, bizim evdə söyüş söyülmür, amma bu uşaq söyüş söyür. Mən deyirəm ki, gəl bir evdə söyüş söyülsün və hər halda söyülməz də. Bu elə deyil. Yəni uşaq yalnız evdə gördüklərini təkrar etmiş. Xüsusilə müəyyən bir yaşa qədər uşaq hər yerdə gördüklərini təkrar etməyə meyilli ola bilər. Burada məsələ nədir? Uşaq əsasən çox gördüklərini, amma bir də sevdiyi insanlardan gördüklərini təqlid eləməyə meyilli olur. Yəni burada bizim gördüyümüz məsələ budur. Uşaq əslində mənfiyə daha çox meyilli olmur. Ona xoş gələn məsələləri götürməyə, köçürməyə meyilli olur. Yəni bir uşaq əgər atasını çox sevərsə, atasını nümunə götürər. Anasını çox sevərsə, anasını nümunə götürər. Hansısa bir sinif yoldaşını çox sevərsə, onu nümunə götürər. Uşağın valideyniyəmsə, bu hər şeyi məndən öyrənməlidir. Xeyr, mənim ikinci və əsas işim də var. O da nədir? Özümü uşağa sevdirmək. Çünki uşaq valideynini avtomatik sevmir. O sevgini qazanmaq lazımdır. Eyni şey artıqlaması ilə müəllimlərə aiddir. Müəllim uşağın sevgisini qazanmadan, uşaq müəllimi sevmədən ondan nə davranış, nə də elm götürməyə meyilli olur. Ona görə də burada əsas məsələ mənfiyə meyillilik yox, bu münasibətlər sevgi və güvən əsasında qurulur. Nə qədər çox sevirsə, o qədər çox nümunə götürür. Elmir bəy, məktəbə hücum edən yeniyetmələrin hər ikisi hadisədən sonra intihar edib. Sizcə bunun səbəbi nə ola bilər? Ümumiyyətlə, əslində intiharla başqasının canına qəsd etmək arasında prinsipcə çox fərq yoxdur. Bunların hər ikisi həm şəxsiyyət daxili depressiyanın, həm də sosial aqressiyanın ciddi əlamətidir. Ona görə də bu
qeyri-adi bir şey deyil, əslində bir qanuna uyğunluqdur. O qədər aqressiyası var ki, cəmiyyətə, insanlığa və insan adlı varlığa, özü də insan olduğuna görə özünün də bu həyatda yaşamağa layiqlik görmür. Ona görə də bu müəyyən bir qanuna uyğunluq şəklində baş verir məncə. Bu tamamilə bir uşağın yavaş-yavaş hansı həyat tərzini, hansı davranışları, hətta hansı dəyər və inancları mənimsədiyini göstərir. O birdən-birə bu addımı atmır. O bu hərəkəti planlaşdırır. Sadə bir şey deyim, aqressiyaya meyilli olan uşağın çox güman ki, ailəsində ciddi aqressiv bir atmosfer var. Hər hansı bir problemi şiddətlə həll etməyə çalışan uşağın çox güman ki, beynində problem həll etmə şəkli şiddət olaraq proqramlanıb. Yəni, bu uşaq evdə, bəli, bunun atası kimisə öldürməmiş ola bilər, anası kimisə öldürməmiş ola bilər. Amma artıq belə məlum olur ki, bu uşağa problem həll etmə yolu daha çox aqressiv və şiddət yönümlü öyrədilib. Ya da bu uşaq bu şəkildə mənimsəyib. Bir problem varsa, bu problemi necə həll eləyərlər? Şiddətlə. Biri evdə uşağın üstünə qışqırırsa, o demək deyil ki, o da gəlib məktəbdə ya hansısa bir yoldaşının ya da hansısa bir müəllimin üstünə qışqıracaq. O bu qışqırma aqressiyasını alır, başqa bir formada bunu ortaya çıxara bilər. Ona görə deyirəm, çox diqqətli olmalıyıq. Əvvəlcədən uşaqlarla, yeniyetmələrlə müəllimlər, valideynlər münasibətlərini elə qurmalıdırlar ki, ikincisi, elə bir şəkildə onları müşahidə etməlidirlər ki, bu uşaq hara doğru gedir? Bu çox vacibdir. Mən sizə önəmli bir şey deyim. Bu gün bizə müraciət edən ailələrin böyük əksəriyyətinin övladları yeniyetməlik yaş dövründədir. Bu o deməkdirmi ki, yeniyetməlik yaş dövrü problemli bir yaş dövrüdür? Əsla. Bu o deməkdir ki, yeniyetməlik yaş dövründə uşağın problemləri daha çox ortaya çıxır deyə ona görə psixoloqa müraciət edir. Lakin bu problem həmin dövrün problemi deyil. Bu, o zamana qədər yığılmışların atılmağa çalışılmasıdır. Yoxsa sadəcə o dövrə məxsus deyil. Ona görə də bunu da, yəni keçid dövrü, yeniyetməlik dövrü, çətin dövr kimi ənənəvi, amma heç bir əsası olmayan yanaşmalara qurban vermək olmaz. Çox fürsət dolu bir dövrdür və xüsusi özünə məxsus bir dövrdür. Bu dövrdən, bu dövrün xüsusiyyətlərindən, yeni yetməlikdən sadəcə faydalanmaq lazımdır. Psixoloji problemləri olan bir uşağa valideynləri və ətrafı necə davranmalıdır? Bu da gözəl sualdır. Deməli, fərz edək ki, indi bu psixoloji problem hər zaman görünən problem olmur da. Gəlin bunu fizioloji ilə müqayisə eləyək. O zaman daha yaxşı anlaşılar. Belə ki, fərz edək ki, evdə fizioloji cəhətdən problemi olan bir insan var. Yəni, belə məişət dili ilə desək, bir xəstə. Buna biz xəstə deyirik. Evimizdə bir xəstə var. O xəstəyə necə yanaşılır? Üstünə qışqırılırmı? Cəza verilirmi? Vurulurmu? Ona qarşı səbirsiz davranılırmı? Yoxsa ona kömək etməyə çalışılır? Yoxsa onun hansısa bir şeyi özünün edə bilməyəcəyini, tutaq ki, hansısa təbii ehtiyacını, su istəyirsə su vermək, yemək istəyirsə yemək vermək, bir otaqdan başqa bir otağa keçmək istəyirsə ona kömək edib aparmaq. Yəqin ki, biz bu mövqeyini tutarıq da. Eləcə də, əgər biz biliriksə ki, bu uşağın davranışlarında cəmiyyət normasına uyğun olmayan bəzi nüanslar var, onda ona kömək eləmək lazımdır. Bu sözümü unutmayın. Hər bir davranış problemi bir yardım çağrısıdır. O əslində düzgün olmayan, bizə normal gəlməyən davranışı ilə kömək diləyir. Və o insana onu o davranışından ötürü məzəmmət etmək, tənbih etmək, tənqid etmək, hətta təhqir etmək əvəzinə biz ona kömək etmək üçün səfərbər olmalıyıq.